Hamınıza salamlar. Bugün Aliyə ilə bağdasınız. Bağ vlogudur. Burada bütün tısbağalarımızı gəlib yoxlayırıq. Dəniz burada ilbiz yeyirdi. Bu su tısbağamızdır. Adını da Dəniz qoymuşuq. Nəysə, burada çiyələklərimizi falan göstərirəm sizə. Bu il ilk dəfə çiyələk falan əkmişdik. Alçalarımız falan da var idi. Mən də dedim ki, sizə qəşəng video çəkim. Bunları yığım eləyim. Belə indi hal-hazırda bağı çəkirəm. Olan çiçəklərimizi, qəşəng güllərimizi. Keçən günlərdə bu yuvanı tapmışdıq. İçində də yumurtalar var idi. İndi gördük ki, yumurtalar qırılıb. Biraz da buna sevindik biz. Sonra da belə çiyələkləri yığmağa başladım. Salamat 2-3 dənə çiyələk var idi yetişmişdi. Onsuz da onları yığıram burada, amma mutlu. Burada 2-3 dənə çiyələyi görüb biraz deyinirəm. Bizim çiyələklərimiz oldu axı, bunlar nə belədir? 2 dənə çiyələk qopartdım. 2 saat bu setkanı düzəltməklə uğraşdım, amma nəysə. Sonra da belə alçalardan yığmağa çalışıram. Anam da burada çəkir. Biraz alça oğrusu kimi görsənmişəm, amma fikir verməyin çox. Abi gəldilər abi. Sonra da təbii ki, bütün bu hasilatlarımızı yığıb yeyirik. Hasilat dediyim də 3 qramlıq şeydir, yəni. Nəysə, boş verin, burada alçamı falan yeyirəm. Sonra burada da anam deyir ki, mənə kömək elə, bari evdə boş-boş otursam. Mən də alçamı alıb yanına çıxıram ki, yəni söhbət falan edirəm. Məncə böyük köməyim toxunur. Sonra da özüm də əylənməyim üçün nənəmin bu qaloş mu deyirsiniz, çəkməmi deyirsiniz, nə deyirsiniz, oyun geyinib oyun verirəm biraz. Və videonun da axırına gəldik. Əgər videonu bəyəndinizsə bəyənib, mənə də takip etməyi unutmayın.